Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün asan və tez başa gələn, çox dadlı, faydalı, qozlu, südlü qənd bişirəcəm. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? 2 kilo şəkər tozu götürmüşəm. Bunun 1 stəkanını qazana əlavə edib bunu əridirəm. Heç nəsiz bunu qazanda əridirəm, karamel halına gətirirəm. Düzdür, bunu adi sadə də bişirmək olur, amma mən karamel dadını çox sevdiyim üçün ilk öncə karameli hazırlayıram ki, həm rəngi dəyişik olsun, həm də dadı qəşəng olsun. Və belə də etdim. Gördüyünüz kimi qazın üzərində, qazanın içində 1 stəkan şəkər tozu öz xodunda əridi, rəngi dəyişildi. Üzərinə 1 stəkan su əlavə edirəm. Bir stəkan su əlavə etdim və taxta qaşıqla qarışdırıram. Və üzərinə 2 stəkan süd əlavə edirəm. Süd pişmiş süd olduğu üçün bu gördüyünüz ağlar südün üzüdür. Bunu da yaxşı-yaxşı qarışdırıb şəkər tozunu içərisinə əlavə edirəm. Şəkər tozunu da əlavə etdim. Gördüyünüz kimi rəngi də dəyişildi. Siz istəsəz bunu ağ formada da edə bilərsiniz. Yəni heç nəsiz də olur. Amma mən rəng olaraq bu rəng xoşlayıram deyə karamel dadında, karamel rəngində elədim. Və burada 1 stəkan qoz götürmüşəm. Bunu da doğrayıram. Dediyim kimi həm asan, həm də tez başa gəlir. Bunu hər kəs edə bilər. Ən azından alınan qəndlərdən qat-qat faydalıdır. Gördüyünüz kimi artıq qəndimiz bişmək üzrədir. Qozu da əlavə edirəm üzərinə. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Qozu da əlavə etdim və bunu biraz da bişirib götürürəm. Əgər qəndin tam hamar üstü düşməsini istəyirsinizsə, o zaman altını söndürəndən sonra bir 5 dəqiqə saxlayın ki, onun qaynamaq müddəti var, o yatsın aşağı. Ondan sonra bu formada tavaya əlavə edin. Yəni üzəri tam hamar düşəcək. Bir də bu formada podnisə tökəndə çıxarmaq daha rahat olur. Mən həmişə belə eləyirəm. Gördüyünüz kimi tavaya əlavə etdim. Artıq soyumaq üzrədir. Podnisin qıraqlarından bu formada alta doğru basıram və qənd özü bütöv şəkildə çıxır. Dəsmalın üzərinə qoyacağam. Gördüyünüz kimi, dediyim kimi asan və tez başa gələn qəndimiz hazır oldu. Bütöv şəkildə də rahatlıqla çıxdı və bunları doğrayıram. İsti olduğu üçün biraz yumşaqdır. Bunu doğrayıb sərirəm, biraz bərkiyir. Amma inanın ki, dadı o qədər gözəl alındı ki, siz istəsəz buna məsəl üçün ədviyyatlar da qata bilərsiniz. Və yaxud rəng olaraq qida boyaları var. Bunlardan da istifadə edə bilərsiniz. Kimin ürəyi necə istəyirsə, o cürə də bişirə bilər. Mənim bişirdiyimi görürsünüz. Həm asan, həm də dadlı. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın.
Gördüğünüz kimi doğradım. Rengi möhtəşəm, dadı möhtəşəm. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun.